Salam. Test toplusu bölmələr arasında genetik əlaqə testlərinin bəzilərinin izahına baxaq. 163-cü testə baxırıq. Kürələrin mütləq qeyri-elastiki toqquşması zamanı ayrılan istilik miqdarı hansı ifadə ilə müəyyən olunur? Gördüyümüz kimi şəkil əsasən kürələrin qarşı-qarşıya hərəkət etdiyini görürük və kütləsindən sürətinə əsasən onların malik olduğu kinetik enerjilər təyin edə bilərik. Kürələrin birlikdə kinetik enerjisi bərabərdir 3mv kvadrat bölü 2 üstəgəl digər kürənin kinetik enerjisi sürəti 3v olduğuna görə kvadratını tapırıq. Yəni 9mv kvadrat bölü 2 bərabərdir 12mv kvadrat bölünsün 2. Buradan da alırıq 6mv kvadratı. Deməli, bu kürələrin malik olduğu kinetik enerji, ümumi kinetik enerji 6mv kvadratına bərabərdir. Digər tərəfdən kürələrin mütləq qeyri-elastiki toqquşma zamanı onların sonrakı sürətini biz təyin etmək üçün məlum düsturdan istifadə edirik. Yəni 3mv çıx 3mv böl 4m. Yəni kütlələrin cəmi bərabər olacaq bu ifadə sıfıra. Bu nə deməkdir? Yəni kürələr toqquşduqdan sonra dayanacaqlar və onların kinetik enerjisi sıfıra bərabər olacaq. Yəni öz kinetik enerjilərin hamısını itirəcəklər. Onda ayrılan istilik miqdarı elə itirilən kinetik enerjiyə, yəni 6mv kvadratına bərabər olacaq. 164-cü suala baxaq. Y intensivlik vektoru şaqılı yuxarı yönəlmiş bir cins elektrik sahəsində rəqs edən L uzunluqlu ipdən asılmış, kütləsi M, yükü müsbət Q olan kürədən ibarət riyazi rəqqasın rəqs periodu hansı düsturla hesablanır? Gördüyünüz kimi yük müsbətdir. Deməli, ona yuxarı istiqamətdə F bərabərdir QY qüvvəsi təsir edir. Şaqılı aşağı istiqamətdə MJ ağırlıq qüvvəsi təsir edir. Onda biz yaza bilərik ki, MA bərabərdir MJ üstəgəl, daha doğrusu çıxaq. Çünki əks istiqamətdə yönəlib MJ çıx QY. Buradan A-nı tapsaq A bərabərdir J çıx QY, yəni hər tərəfi M-ə bölürük, bölünsün M şəklində yaza bilərik. Və bu ifadəni riyazi rəqqas üçün periyod düsturunda yaza bilərik. 2pi kök altda L bölək, sadəcə burada A təcilini yazacağıq. A təcilinin əvəzinə J çıx QY bölünsün M şəklində yazırıq və deməli cavab olur Y variantı. 165-ci suala baxaq. Mayeyə batırılmış kütlələri bərabər həcmləri V, 2V və 3V olan cisimlər mayeyə batmış və tarazlıqdadır. İplərdə yaranan T1, T2, T3 gərilmə qüvvələri arasında hansı münasibət doğrudur? Bildiyimiz kimi kütlələr bərabər verilibdir. Deməli, hər birinə aşağı yönəlmiş MJ ağırlıq qüvvəsi təsir edir. Gərilmə qüvvəsi yuxarı yönəlmiş və Arximed qüvvəsi də bilirik ki, şaqılı istiqamətdə yuxarı yönəlir və Arximed qüvvəsi deməli, asılıdır nədən? Bildiyimiz kimi düstura əsasən F Arximed bərabərdir Rho maye V batan J. Yəni, cismin mayeyə batan hissəsinin həcmindən asılıdır. Eyni bir mayədən söhbət gedir. Mayeyə batan hissənin həcmi baxırıq ki, birinci və ikinci şəkildə hər ikisi V-dir. V həcmi suda batır, üçüncüdə isə 2V qədər. Yəni 2V qədər suya batan hissədə Arximed qüvvəsi daha böyük olacaq. Yəni cismi qaldıran, yuxarı qaldıran qüvvə, itələyən qüvvə daha böyük olduqca, onda gərilmə qüvvəsi də orada daha kiçik olacaqdır. Daha az gərilmə düşür. Ona görə də biz burada T1 bərabər T2 götürürük. Niyə? Çünki mayeyə batan hissənin həcmləri bərabərdir, kütlələr də bərabər olduğuna görə MJ çıx Rho maye V J şəklində yaza bilərik. Digər T3-ü isə yaza bilərik T3 bərabərdir MJ çıx Rho maye 2VJ. Yəni, birinci və ikincidə gərilmə qüvvələri bərabərdir və üçüncüdə gərilmə qüvvəsi onlardan kiçik olacaq. Çünki Arximed qüvvəsi daha böyükdür. Yəni, mayeyə batan hissənin həcmi daha böyükdür. Onda olacaq cavab T1 bərabərdir T2 böyük T3. Yəni, burada B variantı olacaq. 166-cı suala baxaq.
Deməli, mayeyə batırılmış həcmləri bərabər, kütlələri M, 2M, 3M olan cisimlər tarazlıqdadır. İplərdə yaranan gərilmə qüvvələrinin yerlə müqayisə edəcəyik. Deməli, gördüyümüz kimi, mayeyə batan hissənin həcmi bərabər. O nə deməkdir? Yəni, Arximet qüvvələri bərabərdir. Və kütlələr isə fərqlidir. Aşağı yönəlmiş mg ağırlıq qüvvələri müxtəlifdir. 2mg, 3mg. Yuxarı yönəlmiş Arximet qüvvəsi də təsir edir. Amma fikir versək görək ki, Arximet qüvvələri bərabərdir, gərilmə qüvvəsi də yuxarı yönəlir. Hansı yük kütləsi ona təsir edən ağırlıq qüvvəsi nə qədər böyük olarsa, deməli, orada gərilmə daha böyük olacaq. Yəni, kütləsi böyük olan cismin gərilmə qüvvəsi böyük olur. Çünki Arximet qüvvələri bərabərdir. Və yaxud da bu şəkildə yaza bilərik. T1 bərabərdir. mg çıx FA. Yəni, burada Arximet qüvvəsi dəyişmədiyinə görə elə bu şəkildə yaza bilərik. T2 bərabərdir. 2mg çıx FA. T3 də bərabərdir. 3mg çıx FA. Gördüyünüz kimi, üçüncüdə gərilmə qüvvəsi kütlə böyük olduğuna görə gərilmə qüvvəsi daha böyük olacaq. Yəni, T1 kiçikdir T2, kiçik T3-dən olacaq. Burada da A variantı. 167-ci suala baxaq. Mayeyə batırılmış kütlələri bərabər, həcmləri V, 2V, 3V olan cisimlər tarazlıqdadır. İplərdə yaranan T1, T2, T3 gərilmə qüvvələri arasında hansı münasibət doğrudur? Burada da yenə kütlələr bərabər verilib. Kütlələr bərabərdir, yəni mg ağırlıq qüvvələri hər birində eynidir. Cismin mayeyə batan hissənin həcmlərinə baxırıq. Görürsünüz, birincidə V-dir, ikinci və üçüncü isə 2V-dir. Deməli, ikinci və üçüncü daha böyük olacaq. Arximet qüvvələri daha böyük olacaq. Yuxarı yönəlmiş Arximet qüvvəsi. Əgər Arximet qüvvəsi böyükdürsə, bu cismi yuxarı qaldıran, itələyən qüvvə daha böyük olacaq. Deməli, gərilmə qüvvəsi onda təbii ki, az olacaqdır. Yəni, bu şəkildə yenə yaza bilərik ki, T1 bərabərdir. mg kütlələr eynidir. Çıx. Rho maye Vj birincidə bu şəkildə. T2 bərabərdir. Mg çıx. Rho maye 2Vj. Mayeyə batan hissənin həcminə baxırıq. Mayedə olmayan hissəyə baxmırıq. Bərabərdir. Mg çıx. Rho maye yenə də 2Vj. Gördüyümüz kimi T2 ilə T3 burada bərabər olacaq və gərilmə qüvvələri daha kiçik olacaq. Yəni, T1-də daha böyükdür də, T1 böyük olacaq. T2 bərabər T3. Və yaxud da bu şəkildə yaza bilərik. T2 bərabər T3 kiçik T1. Yəni, C variantında olduğu kimi. 168-ci suala baxırıq. Mayeyə batırılmış kütlələri bərabər, yenə də kütlələri bərabərdir. Həcmləri V, 2V, 3V olan metal cisimlər tarazlıqdadır. İplərdə yaranan gərilmə qüvvələrinin arasındakı münasibəti bizdən yenə soruşur. Yenə mg ağırlıq qüvvələri gördüyünüz kimi bərabərdir. Kütlələr eynidir. Arximet qüvvələri, baxaq görək, gördüyünüz kimi fərqlidir. Birində mayeyə batan hissənin həcmi V, birisində 2V, digərində 3V'dir. Və mayeyə batan hissənin həcmi nə qədər çox olarsa, Arximet qüvvəsi bir o qədər böyük olar və cismi yuxarı itələyən qüvvə böyük olduğundan gərilmə qüvvəsi də orada kiçik olacaqdır. Yəni, burada da deməli T1 böyük, T2 böyük, T3 yaza bilərik. A. 169. İki cisim eyni düz xətt boyunca qarşı-qarşıya bərabər sürətlə hərəkət edir. Bu cisimlər əks işarəli yüklərlə yükləndikdən sonra toqquşana qədər necə hərəkət edəcəkdir? Ağırlıq qüvvəsi nəzərə alınmır. Deməli, iki cisim tutaq ki, qarşı-qarşıya hərəkət edir. Onları yükləndirək müsbət və mənfi yüklər, əks işarəli yüklərlə. Məlum məsələdir ki, əks işarəli yüklər bir-birini cəzb edir, onlar arasında cəzb etmə qüvvələri təsir edir və onlar arasında müəyyən məsafə var. Bu məsafə
zaman keçdikcə azalır əlbəttə ki, R məsafəsi azalır. O deməkdir ki, Kulon qanununa görə F artacaq. Deməli, təcil də artmış olacaq. Və onlar əksarəl olduğundan bir-birinə doğru daha sürətli hərəkət edəcək və yəni yeyinləşən hərəkət edəcək. Deməli, artan təcillə yeyinləşən olacaq. 170. İki cisim eyni düz xətt boyunca əks istiqamətdə bərabər sürətlə bir-birindən uzaqlaşır. Bu cisimlər əks işarəli yüklərlə yükləndikdən sonra necə hərəkət edəcəkdir? Yenə də yükləri götürürük, əks işarə ilə yükləyirik. Yəni bunlar əks istiqamətdə hərəkət edir və əks işarə ilə yüklendiririk və bu zaman onlar əlbəttə ki, əvvəlcə deməli bunlar bərabər sürətlə hərəkət edir əks istiqamətdə və sonra bunları yüklendiririk. Və bu zaman deməli əks işarəli olduğuna görə əslində bunlar arasında cəzb etmə qüvvələri təsir edir. Onlar bir-birindən uzaqlaşmağa çətinlik çəkirlər. Amma əks istiqamətdə hərəkət etdiyinə görə onlar arasındakı məsafə artacaq, məsafə artır. O deməkdir ki, F qüvvəsi azalmış olacaq, A təcili də azalmış olacaq və onlar deməli sürətləri yavaşladığından bərabər yavaşayan hərəkət edir. Yavaşayan daha doğrusu hərəkət edir. Azalan təcillə yavaşayan hərəkət edir. Y variantı. Termoelektron emissiyası zamanı metaldan çıxan elektronun sürəti 2 dəfə azalmışdır. Elektronun metaldan çıxandan sonraki sürəti V olmuşdur. Elektronun metaldan çıxış işi hansı ifadə ilə təyin olunur? Deməli, elektronun metaldan çıxandan sonraki sürəti V-dirsə, deməli, əvvəlki sürəti 2V-dir. Yəni, 2 dəfə azalıb və çıxış işini bu şəkildə yaza bilərik. mV kvadrat, V2-nin kvadratı olacaq, 4V kvadrat böl 2 çıx mV kvadrat böl 2. Buradan da alırıq, deməli, 3mV kvadrat. 3mV kvadrat. Yəni, burada 171 A variantı. 172. Uclarından eyni iki metal kürə asılmış çəksiz AB çubuğu oğul ayağı üzərində tarazlıqdadır. Kürələrdən biri maye daxilindədir. Mayenin sıxlığı rhodursa, metalın sıxlığını hesablayın. Bölgələr arası məsafə bərabərdir. Gördüyünüz kimi, Lenkin tarazlıq şərtinə əsasən biz burada momentlər qaydasını təyin edəcəyik. Mayedə olan iki cisim var, deməli biri havadadır və mayedə olan cisimə eyni zamanda bilirik ki, Arximed qüvvəsi təsir edir və burada biz onların istiqamətini müəyyən edirik. Momentlər qaydasına əsasən təyin edirik ki, F Arximed vuraq. Arximed qüvvəsinin qolu 3 bölgəyə bərabərdir. Üstəgəl sadə qrəb istiqamətində deməli çubuğu fırladır. Sağ tərəfdəki M kütləli cisim isə deməli o da sadə qrəb istiqamətində olacaq. MJ vuraq 2 bölgə. Bölgələrin sayı 2-yə bərabərdir və mayedə olan cismi təsir edən ağırlıq qüvvəsi MJ və onun qolu yenə də 3 bölgəyə bərabərdir. Buradan 3FA bərabərdir MJ olacaq, MJ qalacaq, bəli. Biz burada Arximed qüvvəsini eyni zamanda necə yaza bilərik? Rho maye bölünsün Rho cisim. Vuraq MJ şəklində yaza bilərik. O da bərabərdir MJ. MJ-lər ixtisar gedir. Bizdən nəyi soruşur? Metalın sıxlığı, yəni cismin sıxlığını soruşur. Rho cisim nəyə bərabər olacaq? 3 Rho mayeyə. Burada məsələdə mayenin sıxlığı Rho verilib. Ona görə 3 Rho, yəni Y variantı. %173-cü suala baxaq. Maraqlı məsələdir. Gördüyünüz kimi çəksiz ipin gərilmə qüvvəsi verilib, amper qüvvəsi verilib. Bizdən bir maqnit sahəsində yerləşən naqilin kütləsini soruşur. Deməli, biz burada nə edirik? Soler qaydası ilə amper qüvvəsinin istiqamətini tapırıq. Deməli, gördüyünüz kimi maqnit induksiya vektoru bizdən şəkil müstəvisinə yönəlir. Onda solerimizi ilə tuturuq ki, maqnit induksiya vektoru ovucumuza daxil olsun. Uzadılmış 4 barmaq cərəyan axma istiqamətində yönəlsin. Onda baş barmaq, deməli 90 dərəcə açılmış baş barmaq şaquli istiqamətdə aşağı yönələcək. F amper aşağı yönəlir. Eyni zamanda MJ ağırlıq qüvvəsi də
aşağı yönəlmişdir, yuxarı yönəlmiş də T gəlmə qüvvəsi var. Onu da buradan biz belə yaza bilərik. mg üstəgəl FA bərabərdir T. Bizdən naqilin kütləsini soruşur. mg bərabərdir T çıx F amper. Burada gərilmə qüvvəsi bizə 0,8, amper qüvvəsi 0,5 verilir. 0,8 çıx 0,5 bərabərdir 0,3 Newton. Biz də buradan M-i tapsaq, J ona bərabərdir. 0,2 ona bölsək olacaq 0,3 kiloqram. Və 0,3 kiloqramı da qrama çevirməliyik. O da olacaq 30 qram. %174. Deməli, yenə də əvvəlki qaydada sadəcə burada gördüyünüz kimi biz amper qüvvəsi istiqamətini tapmaq üçün sol əlimizi elə tuturuq ki, maqnit induksiya vektoru ovucumuza daxil olsun. Bu dəfə maqnit induksiya vektoru şəkil müstəvisindən bizə doğru yönəlmiş olacaq və onda amper qüvvəsi yuxarı yönələcək. mg ağırlıq qüvvəsi şaquli istiqamətdə aşağı və yenə də əvvəlki qaydada yazırıq. mg bərabərdir T üstəgəl F amper. Deməli, amper qüvvəsini buradan təyin etmək lazımdır. F amper bərabərdir mg çıx T. Və mg 40 qram, kütlə 40 qramdır. J deməli buranda olacaq 400 və qramı çevirsək 0,4 olacaq. 0,4 çıx 0,2. Bu da bərabər 0,2 Newton. Sükunətdəki 2,2 vuraq 10⁻26 kiloqram kütləli atom dalğa uzunluğu 10⁻10 metr olan foton şüalandırdıqdan sonra hansı sürətə malik olacaqdır? Gördüyünüz kimi, məsələnin şərtində H Planck sabitinin qiyməti verilibdir. Sürəti biz tapmaq üçün burada impuls tutulma istifadə edəcəyik. Yəni, mv bərabərdir H bölünsün lambda. Burada v bərabər olacaq H bölək lambda m. Və qiymətlərini yazsaq, H Planck sabiti 6,6 vuraq 10⁻34. Dalğa uzunluğu 10⁻10 və deməli, kütlə 2,2 vuraq 10⁻26. İxtisarlar aparsaq 6,6, 2,2, 3 dəfə. Üstlər ixtisar gedir 10⁻2. Deməli, cavab burada olacaq 300. C variantı. Termoelektron emissiyası zamanı metaldan çıxan elektronun sürəti 2 dəfə azalmışdır. 2 dəfə azalmışdır. Elektronun metaldan çıxandan sonraki sürəti hansı ifadə ilə təyin olunur? Deməli, 2 dəfə azalıbsa, biz əvvəl götürək. Tutaq ki, 2V idi. İndi oldu V. 2 dəfə azaldı. Və burada biz deməli çıxış işini tapırıq. A bərabərdir 4m v kvadrat, 2v'nin kvadratı bölünsün 2 çıx mv kvadrat bölü 2. Bu da bərabər olur 3mv kvadrat bölü 2. Buradan biz sürəti soruşur bizdən. Sürəti tapanda nə edəcəyik? Kök altda 2a böl 3m almış olacaq. Yəni burada variant B. %177. Uclarından eyni iki metal kürə asılmış çəksiz AB çubuğu od ayağı üzərində tarazlıqdadır. Kürələrdən biri maye daxilindədir. Metalın sıxlığı ρ-dursa, mayenin sıxlığını hesablayın. Yenə də bayaqki qaydada momentlər qaydasını tətbiq edirik. Yuxarı yönəlmiş Arximed qüvvəsi və onun qolu dayaq nöqtəsinə qədər məsafə 4 bölgüdür. Aşağı yönəlmiş mg və dayaq nöqtəsinə qədər məsafə də 4 bölgüdür və sağ tərəfdəki M kütləli cismin qüvvəsi, ağırlıq qüvvəsi və ondan dayaq nöqtəsinə qədər olan məsafə, yəni qüvvə qolu da 2 bölgüyə bərabərdir. Onda biz yazacağıq F Arximed bərabər vuraq. Neçə bölgüdür? 1, 2, 3, 4 bölgü dayaq nöqtəsinə qədər, 4 üstə gəl. Sadə qərəb istiqaməti olanları bir
hesablayırıq. Deməli, yəni toplayırıq. MJ vuraq 1, 2, 2 bölgü. Bunu bərabər edirik. Sadə əqrəbin əksi istiqamətində olan, yəni MJ vuraq sol tərəfdəki, yəni sol tərəfdə, mayedə olan sol tərəfdədir. 4 bölgü. Buradan 4F Arximед bərabərdir. Çıxanda qalacaq 2MJ. Bunları ixtisarda apara bilərik. Burada 2F qalacaq. Və 2 Arximed qüvvəsini yenə də yaza bilərik. Rho maye bölünsün Rho cisim MJ şəklində. Bərabərdir MJ. MJ'lər buradan ixtisar gedir. Və Rho cisim bərabərdir 2 Rho maye. Bizdən burada nəyi soruşur? Mayenin sıxlığını soruşur bu dəfə. Rho maye nəyə bərabər olacaq? Rho cisim bölə 2. Yəni cisimlərin sıxlığını elə Rho ilə bildiyinə görə Rho böl 2 olacaq. Yəni C variantı. Baxırıq 178-ci tapşırığa. Deməli, burada yenə də termoelektron emissiyası zamanı metaldan çıxan elektronun sürəti 2 dəfə azalmışdır. Elektronun metal daxilindəki sürəti hansı ifadə ilə təyin olunur? Deməli, burada biz əvvəlki sürəti V bölə 2 götürürük. Daha doğrusu V, sonraki sürəti V bölə 2 götürürük. Yəni 2 dəfə azalıb. Və yenə çıxış işini yazırıq. A bərabərdir M V kvadrat böl 2. Çıx M, deməli, V bölə 2-nin kvadratını tapsaq olacaq V kvadratı bölək 4. Yəni yazırıq M V kvadrat bölək 4. 2 vur 4. Buradan da 8 məxrəcdə olacaq. Burada olacaq 3 MV kvadratı. Bizdən yenə də sürəti soruşur. Sürət nəyə bərabər olacaq? Kök altda 8A bölünsün 3M. Və bunu biz necə yaza bilərik? 8-dən 4 vur 2 kimi yazsaq 2 çıxacaq. 2 kök altda 2A bölünsün 3M şəklində yaza bilərik. Yəni burada 178A. 179-a baxaq. Termoelektron emissiyası zamanı metaldan çıxan elektronun sürəti 2 dəfə azalmışdır. Elektronun metal daxilindəki sürəti V-dir. Elektronun metaldan çıxış işi hansı ifadə ilə təyin olunur? Burada aydın şəkildə metal daxilindəki sürəti V olduğu deyilir. Deməli, əvvəlki sürəti V-dir. 2 dəfə azalıbsa, aydın məsələdir. V bölə 2 olacaq. Və çıxış işini tapmaq üçün elə əvvəlki məsələdə olduğu kimi yazırıq MV kvadrat böl 2 çıx, deməli, MV kvadratı böl 2 vur 4, 8. Yəni, bunun kvadratını yuxarıda biz yazmışdıq. V bölə 2-nin kvadratı. Bu da bərabər olacaq 8, 3MV kvadratı böl 8. 3MV kvadrat böl 8, yəni C variantı. Növbəti məsələyə baxaq. Sabit təzyiqdə mütləq temperatur 2% artdıqda havada yerləşmiş cismə təsir edən Arximед qüvvəsi necə dəyişir? Deməli, təzyiq sabitdir, P konstantdır, mütləq temperatur 2% artıb, yəni T2 bərabərdir 1,2 T1 və burada deməli, biz Mendeleyev-Klaperon tənliyinə əsasən müəyyən edə bilərik. PV bərabərdir M bölək MRT düsturunda biz belə yaza bilərik. Yəni, P bərabərdir Rho RT bölünsün M. Və Arximed qüvvəsi də bilirik ki, Arximed qüvvəsi F Arximed bərabərdir Rho maye V batan vuraq Ş düsturuna əsasən təyin olunur. Yəni, Arximed qüvvəsi mayenin sıxlığı ilə, həcmi ilə düz mütənasibdir. Batan hissəsinin həcmi ilə. Biz də burada mayenin sıxlığını, yəni və yaxud da havanın sıxlığını, əgər burada söhbət havadan gedirsə, havanın sıxlığını götürürük. Və deməli, burada məsələnin şərtində temperatur 2% artması nə deməkdir? Yəni, 1,2 dəfə artıbsa, deməli, sıxlıqla tərs mütənasib olduğuna sıxlıq 2% artacaq, azalacaq. 1,2 dəfə azalır. Və sıxlığın azalması
elə Arximed qüvvəsinin azalması deməkdir. Yəni 1,2 dəfə azalar. Növbəti məsələdə 12181 temperaturu dəyişmədən havanın təzyiqini 4% artırdıqda havada yerləşmiş cismə təsir edən Arximed qüvvəsi necə dəyişir? Deməli, burada da biz temperaturu sabit götürürük. Təzyiqi bərabərdir 1,4 P1. Və burada da yenə də gördüyünüz kimi təzyiqin artması əvvəlki düstura əsasən P bərabərdir. Rho RT bölək M düsturuna əsasən təzyiq artırsa, deməli sıxlıq da artacaq və havanın sıxlığının artması deməli Arximed qüvvəsinin də artması deməkdir. Yəni 1,4 dəfə artar. Deməli, burada da cavab D variantı. 182. Kulon-Vuraq-Volt bölək kiloqram ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Burada fiziki kəmiyyətin kəmiyyətlərin işarəsi ilə yazsaq, yazacağıq QU bölək M. Əgər deməli biz bu ifadəni kök addan çıxarsaq, bərabərdir məlum olmayan fiziki kəmiyyət x kvadratı kimi götürək. Hələ ki, Q nədir? Q deməli bilirik ki, işə, enerjiyə bərabərdir. Onda A bölünsün M bərabər x kvadratı. Burada x-in yerinə nə dura bilər? Yəni A nəyə bərabərdir? A bərabər mv kvadrat bölünsün 2 düsturuna uyğundur. Yəni burada x-in yerinə v, yəni sürət duracaq. Yəni burada vahidlərin hamısını aça da bilərik. Açmaqla da təyin eləmək olar. Yəni daha sadə, asan yol kimi düşündüm ki, bunu da bilək. Newton vuraq Tesla bölək amper vuraq Pascal ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Burada da biz bilirik ki, Newton nəyin vahididir? Qüvvənin vahididir. Vuraq Tesla maqnit induksiya vektorunun vahididir. Amper cəryan şiddətinin, Pascal isə təzyiq vahididir. Pascal verilir ki, təzyiq P bərabər F bölək S düsturuna əsasən təyin olunur. F bölək S-də S qalxacaq yuxarı. F-lər buradan ixtisar gedəcək. BS ifadəsi bizə nəyi verir? Maqnit selini verir. P bərabər BS düsturuna əsasən və F bölək I bizə nəyi verəcək? P bərabər L düsturundan L induktivliyi verəcəkdir. Yəni bu da induktivlik. Və 184-cü testə baxırıq. F vuraq volt kvadrat bölünsün kulon vuraq metr. Hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Burada da F bilirik ki, faraddır. Farad elektrik tutumunun vahididir. Cu kvadratı bölək Q D şəklində yaza bilərik. Buradan C-nin əvəzinə biz Q bölək U yazsaq və U'lar burada ixtisar gedəcək biri. Yuxarıda sürətdə qalacaq QU, məxrəcdə olacaq QD və Q'lər də ixtisar gedər. U'nun D-yə nisbəti bizə nəyi verəcək? Bu da elektrik sahəsinin intensivliyini bizə verəcək. C.